Çox təşəkkür edirəm, hörmətli sədr, əziz həmkarlar, hörmətli Vüqar müəllim və Hesablama Palatasının dəyərli üzvləri. Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər müəyyənləşərkən, dövlət sektorunda şəffaflıq səviyyəsinin ən yüksək standartlara çatdırılması ən vacib tezislərdən biri kimi müəyyən olunub. Bunun üçün iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi və təşviqi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması şərt kimi qoyulub. Təbii ki, 30 il işğala təcavüzə məruz qalmış, hazırda postmünaqişə dövrünü yaşayan bir ölkədə və Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada bu məqsədə nail olmaq sadə məsələ deyil. Lakin Cənab İlham Əliyevin liderliyində istər qanunvericiliyi, istər struktur islahatlarla ciddi addımların atılması istiqamətində qəti iradənin nümayiş olunmasının nəticəsidir ki, Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Təbii ki, hesabatlığın təmini, büdcə vəsaitlərinin israfının və digər pozuntulara məruz qalmasının qarşısının alınması mövcud dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Bu mənada qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi əslində inkişafın uğurunun təməlində dayanan amillərdən biridir. Bu mənada Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarət fəaliyyətinin planlaşdırılması məqsədi ilə mütəmadi təhlillər aparılması, dövlət maliyyə idarəetməsinin, dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitlərindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı verilən tövsiyələr özünün effektiv nəticələri ilə xüsusi önəm daşıyır. Effektiv dedikdə mən 2021-2025-ci illər üzrə strateji planın icrası ilə bağlı statistikaya istinad edirəm. Təsəvvür edin, cəmi 5 il ərzində büdcə hesabatlığı üzrə 1 milyard, maliyyə hesabatlarında isə 2 milyard manatdan çox təhrif düzəldilib. 1 milyard manatdan artıq gəlirin ikinci dəfə tanınmasının qarşısı alınıb. İndi hörmətli Vüqar müəllim çıxışında da açıqladığı və cari dövr üzrə aşkarlanmış pozuntu statistikası da çox ciddi və narahat edici rəqəmlərə ehtiva edir və bir daha sübut edir ki, büdcə nəzarətinin gücləndirilməsi və rəqəmsal audit sistemlərinin daha geniş tətbiqi zəruridir. Azərbaycan prezidentinin bu istiqamətli iradəsi çox aydın və sadədir. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn əlavə imkanlar yaradılmalı, vətəndaşın sosial müdafiəsi gücləndirilməli, makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasını təmin etməklə əhalinin yığımlarının dəyərsizləşmədən qorumalı və investisiya artırılmalı. Bir sözlə, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsi təmin edilməlidir. Bilirsiniz, artıq yeni dövr başlayıb, artıq ən böyük problemimiz müzəffər liderin hərbi siyasi qələbəsi ilə geridə qalıb. Bugün bizim ən böyük düşmənimiz hansısa işğalçı və təcavüzkar yox, yaranan yeni reallığın mahiyyətini hələ də dərk etməyən məmur yaxud korrupsiya meylidir. Amma istər Hesablama Palatasının, istər aidiyyatı hüquq mühafizə orqanlarının fəaliyyəti, ən vacibi isə siyasi səviyyədə nümayiş olunan qətiyyət deməyə imkan verir ki, bu istiqamətdə heç bir cəhd milli maraqları və dövlət mənafələrini üstələyə bilməz. Yekun olaraq qeyd edim ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il fəaliyyəti haqqında hesabatı məzmun baxımından çox peşəkardır. Eyni zamanda vizual olaraq çox uğurlu hazırlanıb. Zəhməti keçən hər kəsə təşəkkür edirəm və hesabata müsbət mövqeyimi bildirirəm. Çox sağ olun.